il ömür arzulamayın. Xəzan yarpağı tək qovmasın külək. Gözlərim görsə də ayağım əlim, əsalı olanda dayansın ürək. Yerişim, gülüşüm, səsim itməsin. Nə özüm kövrəlim, nə sizə gülüm. Məndən cavan olan, gümrah olanlar dünyada çiynimdə köçüb getməsin. Mənə elə ömür arzulayın ki, ölüncə kişi tək hey sevə bilim. Şalvar köynəyimi öz evimdəcə özüm geyə bilim, soyuna bilim. Mənə elə ömür arzulayın ki, ölüncə kişi tək hey sevə bilim. Qapı pəncərəmi öz evimdəcə özüm aça bilim, bağlaya bilim. Mələyim sevgiyle baxsın üzümə, görsün haram paya şərik deyiləm. Kömək olmayanda özüm özümə, deməli heç kəsə gərək deyiləm. Mənə 100 il ömür arzulamayın, ləyaqət təmiz ad atıb getməsin. Dünyada qalacaq malı dünyanın, karvanım lənətə batıb getməsin. Mənə elə ömür arzulayın ki, ölüncə kişi tək hey sevə bilim. Qapı pəncərəmi öz evimdəcə özüm aça bilim, bağlaya bilim. Mənə elə ömür arzulayın ki, ölüncə kişi tək hey sevə bilim. Şalvar köynəyimi öz evimdəcə özüm geyə bilim, soyuna bilim. Tanrıdan bir ömür diləyin mənə, ölüncə kişi tək mən sevə bilim. Əla. Gözəl bir başlanğıc. İlham müəllim, Bəli. siz orta məktəbi bitirib, Bəli. Dövlət İncəsənət Universitetinə gedəndə tanınmış sənət insanı Adil İskəndərov get qadam, Allah köməyin olsun, xeyir duasını necə veribsə, siz indiyə qədər də səhnədə o şövqlə, o şuxluqla, o optimizmlə səhnədəsiz və indən sonra elə oxuduğunuz kimi 100 illə səhnədə olacaqsınız. Təki. Alqışlayırıq qonaqlarımızla bərabər. İlham Namik Kemal, Respublikanın xalq artisti, bizim dəyərli sənətkarımız anladınız artıq. Əziz tamaşaçılar, bugün ötən günlər sənətkarın ötən günlərinə həsr olunub. 100 ildə yaşayacaqsınız. Kim ki 100 il yaşamasa deyir günah onun özündədir. İlham müəllim. Elə burada oturan sənətkarlar da mənə belə ki, hamısı 100 il yaşamalıdır. Mən söyləyəm ki, yox, Nailə xanım 200 il, mən xahiş edirəm. İlham müəllim, indi qonaqlarımız da gözləyir getməliyik. Bəli. Siz 100 il yox, əsrlərlə, 100 illərlə yaşayacaqsınız. Bilirsiniz niyə? Çünki elə bir yaradıcılığınız, elə bir hissiniz var ki, o haqda bugün dəyərli qonaqlarımızla birlikte danışacağıq. O zaman gəlin təşrif buyuraq qonaqlarımızın yanına. Elə Nailə xanımın sözünə qüvvət. Burada oturan, əyləşən Mən Nailə xanımı ötürüm də, xahiş edirəm. Ötürün, İlham müəllim. Burada əyləşənəm, buyurun xanım, buyurun. Əslində, burada əyləşən sənətkarlar da elə Nailə xanım əsrlər boyu yaşayacaq insanlardır. O sözün hamısına şamil edə bilərik. Hamısı böyük mədəniyyətimiz
sənətimizə Elədir. böyük töhfələr vermiş insanlardır. Və təqdim eləyək qonaqlarımızı. Məmnuniyyətlə İlham müəllimin dostları, əzizləri, qardaşları əyləşiblər bugün burada. Respublikamızın xalq artisti elə biraz əvvəl eşitdiyimiz mahnının bəstəkarı Eldar Mansurov studiyamızdadır. Nazim Hacı Əlibəyev, əməkdar incəsənət xadimi, Niyazi adına simfonik orkestrin bədii rəhbəri. Daha bir qonağımız Respublikanın xalq artisti, görkəmli rejissorumuz Mərahim Fərzəlibəyov. Daha bir qonağımız xalq rəssamı Arif Hüseynov. Xoş gördük hamınızı Hoş verilişimizdə. gəlmişsiniz. Hələ gələcəklər İlham müəllim, hələ bu harasıdır? Elə də olmalıdır da, başqa cür nə tər olur? Qoy gəlsinlər, söhbətləşək. Burada bu səmimi söhbətlər olacaq mənə bir. Gəlin söhbətə başlamazdan əvvəl Bəli. sizin yaradıcılığınız, həyat və yaradıcılıq yolunuz haqqında süjetə baxaq. Sonra söhbətimizə davam edərik. Zaman dəyişir və bu zaman çərçivəsində daim formalaşan geniş tamaşaçı kütləsini qoruyub saxlamaq, onların sevimli ulduzu qalmaq hər aktyora nəsib olmur. Teatr səhnəsində bu günədək alqışlara qərq edilən, kino lentlərində maraqlı obrazlar yaradan xalq artisti İlham Namiq Kamal xalqın böyük sevgisini qazanan sənətkardır. 55 ildir aktyor kimi yorulmadan, sevə-sevə fəaliyyət göstərən İlham Namiq Kamal həm də peşəkar kino aktyorudur. Onun üçün rol və janr fərqi yoxdur. Məhz bu səbəbdən İlham Namiq Kamal epizod rollarını belə elə ürəklə və məharətlə ifa edib ki, bu günədək həmin qəhrəmanlar, onların replikaları dillər əzbəridir. Bir xınalı qoç kəsdilər ayaqlarının altında. Hazır olan çəkirik. Bir xınalı qoçun da Hazır olun. kəsdilər Sonra maşından nə oldu? düşəndə. Axırda da boşandılar. Bu ne biyabuç? Ne? Adam baxanda xəcalet çəkir. Baletdir də. İlham Namiq Kamalı bir teatra, bir səhnəyə aid etmək mümkün deyil. O, müxtəlif vaxtlarda bir çox fərqli teatrın tamaşalarında rol alıb və səhnə həyatını yaşayıb. Unuda bilmirəm tamaşası ilə Akademik Milli Dram Teatrının səhnəsində görünən aktyor bir müddət sonra tamaşaçıları Dadaşbala əməliyyatı ilə Azərbaycan Dövlət Gənclər Teatrının səhnəsindən salamladı. Dadaş! Gəlin! Yo. Bakınlar yukarıda, yok. Milletim hakkında pis fikirde olanlar, yok. Halkın bir yağmurlar, yok. Batar milletim hakkında. Bu günədək musiqili komediya teatrında çalışan İlham Namiq Kamal unudulmaz tamaşalarda unudulmaz rollar yaradıb. Bildiyini, təcrübəsini gənc nəsil ilə bölüşən sənətkarımız 1995-ci ildən pedaqoji fəaliyyətdədir. Tələbələrini səhnəyə hazırlaşdıran İlham Namiq Kamal həm də onlara əlverişli teatr mühiti bəxş edib. Buna misal olaraq 1993-cü ildə yaratdığı İlham Miniatür Teatrını və bu teatrda tələbələri üçün yaratdığı bir növ aktyor ustad dərslərini vurğulaya bilərik. Potensialı, peşəkarlığı, zövqü, ifası, plastikası ilə seçilən İlham Namiq Kamal Azərbaycan kino və teatr tarixində xüsusi yeri olan sənətkarımızdır. Əslində süjetdə İlham müəllim bir çox məsələləri agah etdiyi tamaşaçılarımıza, amma onların hər biri ətrafında biraz detallı danışmağımız vacibdir. Gəlin bir qədər əvvələ gedək. İlham müəllim, görün kimlərlə siz tərəf müqabili olmusunuz? Əliyağa Ağayev, İsmail Osmanlı, Leyla xanım, Nəcibə xanım, Hökümə xanım, Nəsibə xanım və onlarla digər görkəmli sənətkarlar, kimlərin məktəbini keçmisiniz? Bütün bunlar İlham Namiq Kamalın səhnədə ayaqda durmağında hansı rolu, hansı yeri tutdu? Çox təşəkkür edirəm sualınıza görə. Çox yerində nətərdilər verilən sualdır. Bilirsiniz, hər bir sənət insanının bir gərək məktəbi olsun da. Bu danılmazdır. Elə bayaq da siz qeyd elədiniz. Amma o məktəbə gələnə qədər siz çox gənc idiniz. Tofiq Kazımov sizi Milli Dram Teatrına dəvət elədi. Bu, o zaman üçün gənclərin xəyalı idi. Nə ilə cəlb elədiniz siz Tofiq Kazımovu ki, elə bir sənətkarların məbədinə sizi dəvət elədi? Ona görə gərək bir İncəsənət İnstitutundan birinci danışım ki, bayaq siz qeyd elədiniz ki, Adil İskəndərov mənim müəllimim olub, Rıza Təhmazı müəllimim olub və bilavasitə mən sizə deyim ki, Tofiq müəllim məni 3-cü kursda o bilavasitə müəllimim olmayıb universitetdə, institutda. Amma o gəldi, George Dandin tamaşasını gördü, Allah rəhmət eləsin, Zəfər Nemətovun quruluşunda o vaxt böyük rejissorlar, o vaxt Gənc Tamaşaçılar Teatrının baş rejissoru idi Zəfər Nemətov. O həm də gəlib kursda
dərs deyirdi bizim kursda. Dərs deyirdi, yəni quruluş verdi. O tamaşanı görəndən sonra əlbəttə ki, bizim ikinci müəllimimiz vardı, Fikrət Sultanov, indi professordur elə Mədəniyyət İncəsənət Universitetində. O da təqdim elədi ki, Tofiq müəllim bizim maraqlı. O vaxt bilirsiniz, o vaxt əmi daha yox idi də, mən sizə konkret deyim də, yəni ki, kim istedadlı idi, o insanı nətər deyərlər, irəli də çəkirdilər, onu nətər deyərlər, belə istedadına da qiymət verirdilər. O mənada sonra siz çox gözəl dediniz, Tofiq müəllim teatra dəvət elədi və birinci rolum da oldu. Deməli, Shakespeare'in Fırtınasında Adrian, o rolla da mən getdim 100 illikdə, Məralim müəllim burada əyləşib, 100 illikdə teatrın dekada 100 illiyi olanda 74-cü ildə Azərbaycan teatrının onda Moskva şəhərində o tamaşa göstərildi. Yox, səmimi deyirəmsə, o da çox yüksək səviyyədə qarşılandı. O əsərdə qarşılandı. Sonra Ölülər əsəri çox yüksək səviyyədə qarşılandı. Birinci rolümdə William Shakespeare'in Fırtına əsərində Adrian obrazı idi və 100 illikdə getdi orada, dekadada da bu tamaşa çox yüksək səviyyədə. Təsəvvür edin ki, o tamaşanın bir səhnəsi var idi ki, indi əcnəbi tamaşaçılardır da, indi orada cürbəcür tamaşaçılar çox idi. Yalnız elə mizanlara orada bir yeri vardı ki, gəmidə deməli, gəmi böyük fəlakətə düçar olub və insanlar dəli vəziyyətindədir o personajlar. Ancaq etuduna görə, Tofiq müəllim etuduna görə zalda alqış gedirdi. Yəni təsəvvür. Biz də Tofiq müəllim haqqında indi dediniz, mən deyim sizə, cürbəcür rejissorlar var. Tofiq müəllimsə elə bilginən ki, rəssamlar kimi fırçası ilə aktyorların əzaları üstündə şəkil çəkirdi. Belə rejissorlar çox nadirdir. Elə Məralim müəllim də mənə təsdiqləyər bu sözü. Yəni, bu səviyyədə rejissorun əlbəttə ki, bilavasitə onun inkişafı yolunda necədirlər, o inkişaf elətdirir bizlərin hər birimizi onlarla. Hərəmizə məsələn bir yerdən çıxar, birini universitetdən, birini başqa teatrdan, o birini yavaş-yavaş bir ansambl yarandı. Əgər siz yadınızdasa, Səməndər Rzayev da o cür gəlib, elə Amalə xanım da, Şəfiqə Məmmədova da, Fuadı da, Yaşarı da, Ələbbası da. Yəni biz elə bir toplum aktyorları bu cür çağırdılar teatra və bir ansambl yaratdılar. Mənə elə gəlir ki, fırça üzərində fırça ilə rəssam kimi şəkil çəkdi deyədiniz. Elə məqamıdır biz Arif müəllimə də sözü ötürək. Arif müəllim, sizi nədir bağlayan İlham müəllimlə? Bu dostluq hardan, necə gəlir? Əvvəla deyim ki, mən universitetdə bir vaxt oxumuşuq. Bir vaxt Yaşardı, biz o vaxt. Biz ancaq bizim emalatxanalar ayrı idi, rəsm dərsləri ayrı idi, ümumi dərslərdə görüşürdük. O vaxtdan yadıma bir çevik oğlan idi, pləkanları köhnə universitetin pləkanlarında çevik oğlan idi. Yaşarı tanıyırdım çünki biz bir yerdə böyümüşük, bir məhəllədə böyümüşük, bir məktəbdə oxumuşuq. Namik oradan yadıma qalır. Sonra da müəyyən vaxtdan keçə-keçə biz bu yaxınlaşdıq. Bir də Namikin bir yaxşı şeyi var ki, bu tək elə teatrla iş görmür. Musiqiçi gəlir bir rəssamları, mənim üçün sərgiyə dəvət edirəm onu, ilk əsərlərimi görüb, bütün nə sərgilər var, hamısında iştirak edib. Yəni bu özü də bir şeydir. Bilirsiniz, o bir sexdən ayrılanmaq lazımdır. O bəlkə o obrazlardan bir baxır, ya mən onu gördüyüm obrazlardan. Sonra onda deyim ki, son 70 illikdə mən 2 aktyorun portretini çəkmişəm. Özlərindən xəbərsiz. Yəni mən fikrimdə qaldı neçə illərdir. Biri Fuad Poladovdur. Allah rəhmət eləsin. O Qacar rolunda gördüm. Onun tamaşalarını tez-tez gedirdim. Bir də Namik mən 70 illikdə o portretini eləmişəm. 2 portret eləmişəm orada. 2 aktyor. Mən istəyirəm Namiki yeni əsərlərdə görürüm. Son tamaşasını biz Don Quixote-dan baxdım onun tamaşasına. Çox maraqlı idi. Ona görə elə şeylər var ki, rəssamlar biraz sözlə çox işləmir və fırça ilə işləyir. Ona görə o portret də mənə gəlir ki, ən böyük mənim tərəfdən dostuma hədiyyədir. Mən bir məqamı burada deyim. İlham müəllim, görürsünüz 3 ad üstündə gəzdirmək nədir? Bayaqdan Namik müəllim deyir sizə, Arif müəllim. 3 adla bax belə gəzdirirsiniz onun üzərinizdən. Çaşıb qalır. Namikin oğludur. Ona görə dədəsinin adı ilə. Məsələ odur ki, məsələn, bir var ki,
atamın adı Namik Kemal'dı. İndi birini demədi, eybi yox yəni. Yəni amma mənə daha ləzzət elirdi oradan ki, Namik Kemal elə atamı da yad eləyir. Mən elə uzun illər birisi İlham Əhmədov gedirdi proqram. Amma sonra ki dünyasını dəyişəndən sonra bir təsəlli kimi mən də qardaşım da elə İlham Namik Kemal deyir, Cəfər Namik Kemal belə gedir. Yəni o mənə əksinə mənə ləzzət eləyir yəni ki. Bunun da tarixini. Baxın, bu verilişimizdə oturanların hamısı İlham müəllimi çoxdan tanıyırlar da, bir 40 ildən artıq tanıyırlar. Bir 40 ilə yaxında mən də tanıyıram İlham müəllimi. Yox, siz körpəsiz, nə danışırsınız elə şey var. Baxın, nəyi demək istəyirəm? İlham müəllimdə bu illər boyu dəyişməyən sabit bir xüsusiyyətlər var. İndi onu siz daha yaxşı məndən də yaxın olmusunuz, bilərsiniz. Onu həm televiziyada, həm səhnədə, həm küçədə görəndə, bir salamlaşanda, bilirsiniz, o insanla həm səhnədə, həm həyatda o qədər səmimidir, o qədər enerjisi var, optimist, nikbindir və eyni zamanda da anlar ərzində xoş ovqatı başqasına ötürməyə bacarır. Bu hər insanda olmur. Və Mərhəm müəllim, sizə söz vermək istəyirik. Siz İlham müəllimin həyatında və səhnə həyatında və həyatda xüsusi yeri olan rejissorlardan birisiniz. Və danışmağa sözünüz çoxdur. Buyurun. İlham Namik Kemal haqqında danışmaq mənim üçün çox asandır. Ona görə ki, bizim dostluğumuzun ən azı yarım əsr ötüb bizim dostluğumuzdan. Və mən necə oldu tanış oldum, siz o Arifə o sualı verəndə, o vaxt ki, mənim dostum var idi, Allah rəhmət etsin, bu yaxında rəhmətə getdi, Məhərrəm Bədirzadə. Onun ilə mən yaxın idim və o vaxtı mən kino aparadım vardı, 15-16 yaşımda və mən kino güya çəkirəm. Və Məhərrəm dedi ki, bir dənə kino çəkək. Və belə oldu ki, o bir rejissor kimi İlhamı, Rahibi, Hafizi, yadımda bunlar qalıb. Sonra Məhərrəm özü, bu filmi biz çəkdik. Yəni, ilk bizim yaradıcılıq işimiz həvəskar, kamerayla həvəskar film oldu. Və bu 50 il bundan qabaq olan bir iş idi. Və mənə elə gəlir ki, o iş bizi böyük sənətə gətirdi və bu böyük sənətdə də İlhamla yaradıcılığımız davam elədi. Mən Sumqayıtda işləyəndə, sonra gəldim Azdramaya və orada Milli Teatrda əlbəttə mən dostluğa görə yox, İlham elə gözəl sənətkar idi ki, onun hər bir piyesdə rolü var idi. Əksinə elə rollar var idi ki, məsələn İlham deyirdi ki, bu mənim rolum deyil. Yəni o başa düşürdü ki, nəyi oynamalıdır. Hay belə rol üstündə dava eləmirdi. Ya çox səxavətlə deyirdi, çox sağ ol, mən oxudum, bu mənim rolumdur. İlham bu belə sənətkardır. İlham təkrar olunmaz sənətkardır. Bir də ki, ötən günlər biz deyirik, insan xatirələrlə yaşayır. Əgər o yarım əsrdə təsəvvür edin, nə qədər xatirələr var. O xatirələr bizi yaşadır. İlhamın ötən günləri çox zəngindir. Həddindən ziyadə. İnsan ümumiyyətlə yaşayır, ona görə ki, yaxşı xatirələri olsun. Necə məşq edirdiniz? Necə xatirələriniz var? Məşqdə, səhnədə, necə idi? Bir dənə düşdü. Anarın bir əsəri vardı, sizi deyib gəlmişəm. Həmən əsər, İlham çox improvizə bacaran aktyordur. Çox improvizələr eləyirdi. Müəllifələrə, rejissora da çox o barədə çox geniş fantaziyası var. Orada bir sözü vardı. Uçidil Həsənov gəlir, deyir ki, adı nədir? Rus dilində danışır da. Bunlar da Rus dilində başa düşmür. Orada bir dənə söz var, deyir. Вы будете понимать каждого проходящего солдата. Солdat bizə İlham belə elə deyə. Yazıq. Ya, o da deyir ki, вы будете понимать yazık. Ruski yazık. Deyəndə yazıq, yazıq, deyir, yazıq mən, deyir. Və belə olur ki, burada aplatsiment alır. Bizdə bir Rafiq deməli, aktörümüz var, Əzimov. O gördü ki, burada aplatsiment alır. Nəsə, o da tamaşa başlayanda, o yer gələndə dedi ki, yazıq mən, İlham özü itirmədi. Yazıq biz. Olur, İlham tapıntısı. Yəni, belə bir xatirə yardımdadır. Şərik olmaq istədi də, yazılar serial oldu. Gözəl tapıntı idi ona görə. Əlbəttə, İlham
yaşayan sənətkardır. Əsas bilirsiniz, bayaq Nailə xanım qeyd elədi. İlhamın ən böyük sənəti dosta sədaqətdir. Təsəvvürü ola bilər ki, mən ona aylarla zəng eləməyim. Amma bir də elə bir anda özü zəng eləyir ki, elə bir mənim də halım yaxşıdır, nəsə elə bir duyur, nəsə belə istəmirəm evdən çox, İlham zəng eləyir. Necəsən? İyi başlayır söhbətə. Yəni bizi belə diqqətli insan böyük sənətkar olmaq olar. Amma insan olub böyük sənətkar olmaq hər adama qismətdir. Bizim əzizimiz gözəl sənətkardır, böyük dostdur. Görün də onun dostları kimlərdir? Bəli, gözəl. Öpürəm səni, can sağlığı. Bilirsiniz nədən irəli gəlir? İlham müəllim həm də dəyişilməyən bir adamdır. Yəni həyatda üzləşdiyi nə çətinlik, nə problem varsa, onlar onu başqa insan eləmədi. O özü olaraq qaldı. Bu da onun üstünlüklərindən biridir. Eldar müəllim, bizim gözəl bəstəkarımız, həm də Eldar müəllimlə İlham müəllim neçə tamaşalarda işləyiblər bir yerdə. Təkcə bu oxuduğunuz mahnı deyil ki, hə? İlham müəllim, Eldar müəllim, istəyirəm İlham müəllimlə bizə təbii dostluğundan danışasınız, aktyor kimi qiymətləndirəsiniz. Musiqiyə olan münasibətini necə dəyərləndirirsiniz? Əvvəla İlhamla biz məhəllə uşağı olmuşuq. Bəli. Başlayaq onda lap oradan. Həyat vaxtlarından. Biz də pioner qalstıqınca da qaçmamışıq bir yerdə, amma ki bir məhəllədə qonşuq olmuşuq biz. Necə idi uşaq vaxtı? Dalaşqan idi? Çox dalaşaq, belə bir şıltaq uşağı deyir. Mən tuturdum əlinə, apardım onu məktəbə. Yox, yaxşı olandı. Sözün də əsas bizim deyərdim ki, yəni sonradan bilmişəm biz bir məhəllənin uşaqlarıyıq. Yəni ki, dostluğumuza başlayandan sonra. Dostluğumuz da ki, bizim hələ lap cavanlıq vaxtlarından başladı. Mən açığı İlhamın azarkeşi idim, televiziyada görəndə onu həmişə. Yaşarla paslanıblar bir yerdə çəkirdilər. Bilmirəm nə idi. Amma ki, Yaşarla nəsə çəkəndə mütləq orada olmalıydı İlham. İlhamı nəsə çəkəndə mütləq olmalıydı Yaşar rəhmətli. Bunlar oradan ləzzət aldı bu tandemlə. Çox gözəl oynayırdılar bunlar ikisi də öz rollarını. Yadımda da o boks gəlirdi. Ringdə zatda. Deyəsən o sənə döydü, hə? Yoxsa sən? Yox, belə neçə oldu? Neçə oldu? Hə, bəli. Mən neçə yerim görmədim onu öyrəsin. Ayrı ola bilər. Kimlə dalaşmışdı? Hə. Neçə oldu? Yox, yeni ildə Tamaşada. belə bir Bilirəm, lətifə kimlə? eləmişdi. Yaşar Nuri ilə. Yaşar Hə, Nuri. ikisimiz güya yaxşı belə, Respublikanın ən gözəl boksçuları 2 nəfər qalıb, o deyirəm. Siz boks da oynuyorsunuz. Futbol oynadığınızı bilirdim. 70 iliyinə həsr olmuş futbol turniri keçirmişdi. Bəli. Sizə həsr olmuş. Orada yaxşı futbol oynuyordunuz. Hələ indi də oynayıram futbol. İndi Mən də fağır adamam, mən neyniyəm, nə olar benim. Eldar müəllim, buyurun davam edin. Amma yaraşıqlığa gələndə İlhamla deyərdim ki, çox yadda qalan bir əsər üstündə işlədik o vaxtı. Halbuki o əsər bir dəfə getdi. Sonra bəzi yaxşı adamlar çıxdı, hansıda ki, qoymadılar bu əsər inkişaf eləsin, getsin. Amma çox uğurlu alınmışdı. Dostumuz Cahangir Novruzovun rejissorluğu ilə Sevgilimin Anası tamaşası idi. Tamaşa deyəndə musicaldı bu. Və yaxud evlənmə əhvalatı. Mən çox tamaşalarını yazmışam Məramin musiqi, amma ki, bu da çox istifadə edir musiqini. Amma ki, o tamaşada həyətində bütün hamısı musiqinin üstündə qurulmuşdu, musicaldı o. İlham orada Albadam rolunda oynayırdı, Kübrayədə oynayırdı İlham. Mən məsələn onu televiziyada oynadıqlarını görmüşəm. Məsələn, filmlərdə Mozalanda çəkilib, bədii filmlərdə çəkilib. Amma bu tamaşada bambaşqa cür oynamışdı. Siz nə tərdi? Burada bu musical olduğuna görə bambaşqa cürə oynayırdı. Yəni ki, belə baxırdım, o musikamediyadan bir əsər əlavət yox idi. Amma ki, belə şən bir, deyərdim ki, gülməli bir musicaldı bu. Bax, bu deyərdim ki, İlhamla mənim aramızda, yaradıcılığımızda olan, mən deyərdim ki, ən belə önəmli bir əsərdir. İndiyə qədər yadında qalıb. Hətta bir arada istədik bu yaxınlarda o tamaşanı film kimi eləyək. Çəkək, nəsə hərəlik qalıb, hələ bir şey tapmamışıq, ortaya çıxardaq. Ondan başqa İlhamla müxtəlif əsərlərdə işləmişik. Məsələn, bir günlər gəldi ki, gəl sənlə Rüfət Əhmədzadanın sözlərinə parodiyalar var. Gəl parodiyaları musiqi yazmayarımızı çıxardaq. Tapdı, götürdü, gəldi, yazdım.
Nə bilim valla. Necə aldım? Mən yaxşı aldım ki, İlham sonradan götürdü onu. Sovet vaxtında Kiril əlifbasını yazılmışdı. Təzədən götürdü onu, abrabotka elədi latın əlifbası ilə və yenidən onu efirə buraxdırdı o əsəri. Elə bu günə kimi elə mədəniyyət kanalında göstərirlər. Xahiş edirəm, indi imkanları olar, göstərərlər. Yox. Monoloqunu deyirsiniz də. O vaxtı İlham müəllimin söylədiyi monoloqlar, benefislər çox məşhur idi, çox populyar idi və ona çox baxılırdı televiziyada. İndi gəlin biz də bir fraqment onda baxaq. Bu sizə məşhurluq gətirən tamaşalardan biri Dadaşbala əməliyyatı. İlham müəllim, gəlin bir fraqmentə baxaq. Biz gedirik dadaş. Gedin, məni azad edin. Olmaz. Neçi? 5 gündən sonra gəlib səni tülsümdən qurtaracağım. Mən hörmət eləyim, indi lazım. Hələlik dadaş bala. Hələlik. Gedin. Adardaş. Bırak. Qaç sonra. Hələlik dadaş bala. Ay qardaş. Ay Ay Ana bunlar ne millet ay Allah. Ay Allah bu ne beladı düştü. Bir qonağımız da var İlham müəllim. Dəvət eləyək, söhbətlərimiz davam eləsin. Deməli, dəvət eləyəcəyimiz aktyorun İlham Namiq Kamalın aktyor olmağında böyük bir rolu oldu. Amma o təkcə aktyor həmkarı kimi deyil, həm də dost doğma qardaşı kimi gələcək. Respublikanın xalq artisti Cəfər Namiq Kamalı dəvət edirik studiyaya. Buyursun. Hoş gəldiniz. Hoş gəldiniz Cəfər müəllim. Salam, salam. Hoş gəldiniz. İndi Nazim müəllimlə söhbət eləyəcəyik, sonra sizlə davam eləyəcəyik. Nazim müəllim, paralel olaraq İlham müəllim eyni zamanda musiqili komediya teatrında çalışırdı. Çox gözəl orada rollar ifa edib və siz də quruluşçu dirijor olmusunuz onun oynadığı tamaşalarda. Elə deyilmi? Baş dirijor olmuşam teatrda. Teatrın baş dirijoru və quruluşçu Deməli tanışdığımız 90-cı illərdə deyəsən Filomena Marturana 89 90-da belə Rus bölməsi var, indi də var. Musikomediya 2 bölməyə bağlıdır. Həm Rus, həm də Azərbaycan bölməsi. İlham müəllim Rus bölməsində, Rus dilində Filomena Marturan oynayırdı. Dominika Sarıyanova əsərdə. Yəni, bu filmi görmüsünüz siz. Gözəl. İtalyan sayağı, Nicah, Marcella Mastroianni oynadı, Sofia Loren. Elə oldu ki, o vaxt mən üzr istəyirəm, Milli Dram Teatrında işləyirdim. Canetta Selimova mənə dəvət elədi. İlham müəllim elə Rus dilində oynadı və çoxsu təəccübləndi ki, necə ola bilər Azraman aktyoru gəlsin Rus dilində. Fağır adamam, nə olar benim? Amma çox gözəl tamaşa alındı. Tamaşaçılar çox gözəl qəbul edilər. Sonra da Cahangir Aslanoğlu'nun deyəsən və Həsən Ağa Qurbanovun musiqisi Qarğa məndə qozla sarayda ifa elədik. Premyera sarayda oldu. O gündən sonra elə bu günəcən elə premyera oynaya gedirik də, maşallah olsun. Həm də bir məzəli əhvalat danışım. Bu quruluş rejissoru Şeytanın yubileyidir. Oktay Rəcəbovun. Deməli bu quruluş verir. Mən də dirijoram, quruluşlu dirijor. Nəsə söhbət elədik, qurduq elədik. Uyğun gəlmədi. Bu deyir belə olsun. Dedim yox, alınmayacaq. Çünki burada belədir. Tamam, qutardı. Məşq pozuldu, getdi. Deyirəm evə gəlsən, həm də qonşuyuq indi yandı. Yox, evə getməm. Deyirəm mən də başqa yox. Getdik bu oyuna, getdim mən sağa, bu sola. Axırda evə yaxınlaşıldı. İkisimiz görüşdük. Deyirəm, gedək bir iskəl çay içək. Yəni, o vaxtda yaradıcılıq mübahisəsi olub da. İndi o böyük bir şey deyil ki. O əsas, çünki ən əsas odur ki, əgər səmimi iş yaparsan ki, əgər sən işləyirsənsə, bunun da öz fikri var. Mənim də öz fikrim var. Nə mən ona dedim, necə isə, nə də o mənə dedi, öz fikrini o dedi, öz fikri mən. Bəli, tamaşa gözəl anıldı. Niyə görə? Çünki hər kəs nəsə yolu tapdıq da, bir nöqtəyə vura bildik. Ondan sonra tamaşa əlbəttə ki, gözəl anıldı. Və ondan sonra çox tamaşaları quruluş verib bu, mən də dirijor olmuşam. Ümumiyyətlə, qonşudur. Qonşuya hörmət, izzət və mən çox şadam. Nəinki mən dostam, ailəmiz dostdur, həyat yoldaşlarımız dostdur, uşaqlarımız dostdur. Hələ Cəfər bilir də, hələ səhər, axşam, yayda, qış. Bir yerdə. Çox şey mən bilmirəm. Daha çox şey deməzlər. Deməli, mən niyə görə bu kostyumu geydim bu günləri? Deməli, qızı
Londonda işləyir, ora qusarır. O qalstığı hədiyyə göndərir göndərir Londona. sizə. Mən də bu qalstığa görə bu kostyumu geyindim bu Yox, günlər. Yox, gedib Gözəl kostyumu yaraşır. alıb bu qalsığa görə. Yox. Həm də bugün sizin gününüzdür deyə lap belə gözəl görsənirsiniz. Əsərin baş qəhrəmanı sizsiniz də bugün. Qalstık Londondan da axı. Hə də olsun da. Olsun. Cəfər müəllim deyir ki, mən bir çox şeyi bilmirəm. Yəni Nazim müəllimlə İlham müəllim arasında qonşuluqlarında olanları, amma bildiklərinizdən danışın. Bir də Cəfər müəllim, siz gətirmisiniz İlham müəllimi ilk dəfə olaraq Dram Dərnəyinə və oradan o artıq başlayıb inkişafa, püxtələşməyə. Nə gördünüz qardaşınızda, nə hiss elədiniz ki, siz onu zəruri bildiniz ki, o gəlsin o dərnəyə? Mən hamımızdan çox tanıyıram İlhamı. 72-ci ilə keçir ki, tanıyıram onu. Hə, 11 yaş olanda mən dünyaya gəlmişəm və sonra biz elə Düzdür. hər yerdə bir addımlamışıq. Əvvəl öydə tamaşalar göstərərdik. Əvvəl olardı yemək stolu. Sonra da bədii hissəni bir çıxış eləyərdi yamışıq. Düzdür. Sonra elə oldu ki, məktəbdən Dram Dərnəyinə həvəskar yığanda Məmməd Ağa Dadaşov var idi, əməkdar artist. Allah rəhmət eləsin. O gəlmişdi məktəbə. Sinifdə dedilər ki, hələ aktyorumuz Cəfərdir. Yəni sinifdə də o vaxtı biz pyesləri oxuyardıq, rolları paylayardılar. İndi bilmirəm var o adət yoxdur, amma gözəl iş idi o. O vaxt Anacan əsərini hazırlayırdılar. Məşqinə getdim. Yusif Əzimzadəni. Yusif Əzimzadə Anacan. Orada internetə gedən uşaqların birini mənə verdi. Məmməd Ağa müəllim. Bir iştirakçıya, rolə də iştirakçı yoxdur. Yoxdur. Dedim, mənim öydə bir qardaşım var, o da həvəskardır da, belə. Amma internetdə böyüməyib. O dedi, nə olar, götür. Səhər əl-ələ tutduq, getdi. İlham 5-də oxuyurdu, mən 4-də. O deməli təsadüfən olub da. Niyə təsadüfən Aktyor olmayıb olub? da. Nətər yəni, aktyor olmayıb, siz də demişsiniz ki, gəl aparım səni. Ya, indi mən onu deməyə də bilərdim də. Dediniz deyə mən deyirəm. O, bu yola gətirdim. Təsadüf, zərurət təsadüfdən yaranır da. Belə addımladıq, yan-bayan addımladıq. Piyanellər evi, sonra Lütfü Məmməd bəyin Xalq Teatrı. Sonra institut. İnstitutda İlham günüz oxuyurdu, mən axşam oxuyurdum. Amma orada da bir görüşdük biz. Tədris teatrında yadınızsa Vaqif Ağayev, Allah rəhmət eləsin. Mərhum Əli Ağayevin oğlu. Mən həm kurs rəhbərim idi, həm də dostum idi. Orada Meteor əsərini hazırlayırdı. Friedrich Dürrenmatt'ın Meteor əsərini hazırlayırdı. Orada mənə də rol verdi. Biz ata-oğul oynadıq orada. Ata-oğuluydıq. Sonra elə oldu ki, mən Gənc Tamaşaçılar Teatrına getdim, İlham Azdramiyaya getdi. Yəni belə 25 il mən orada çalışdım. 96-da mən teatra gələndən sonra İlham getmişdi oradan. Gedib Gənclər Teatrında çalışırdı. Hüseyn Ağa Takişevin teatrında. İndi elə oldu ki, qayıtdı dramaya. Onda biz başladı təzədən tərəf müqabil olduq. Mənim ərim dəlidir də. Hərən öz payı. Hərən öz payı xeyr. Quruluş rejissor Məraim müəllim. Gülan adam, gülməyən. Gülməyən. Sən də yaxşı adam. Necə idi? Tərəf müqabili olmaq necədir? Qardaş kimi, aktyor kimi. Nə orada qardaşım bir aktyor kimi. Lənkəran xanım vəzirində tərəf müqabil oldu. Axundzadənin. Rejissoru Vaqif İbrahimoğlu idi, Allah ona rəhmət Allah eləsin. rəhmət eləsin. Yaxşı tamaşa idi. Yaxşı. Çox qəşəng quruluş. Təzə quruluş da oldu yenə də. İndi tərəf müqabilindən deyirsiniz. Tərəf müqabilindən illiyi, tərəf müqabilliyi. İlhamın çox gözəldir. Çox gözəldir. Özü biz hələ bir əkiz qardaşıq. Mən məsələn diaqnoz deyədə, mənim ərim dəldi də. Məsələn hiss eləyirdim ki, İlham burada nəsə istəyir məndən səhnədə. Tapırdım onu, eləyirdim, gördüm onun cavabını verdi. Yəni cavabı əvvəldən onda hazır idi. Amma məndən gözləyirdi ki, mən həmən o improvizəni eləyim. Sonra elə oldu ki, İlham tezdən musiqili teatra qayıtdı. Getdim, akademik elədim o teatr. Akademik elədi oranı. Ora tələbat var imiş İlhama və ora getdi.
Onda biz televiziyada görüşdük bəylik dərsində. Təzədən orada da bir yerdə addımladıq. İnstitutda İlhamın kafedrasında bir 7 il dərs demişəm mən. Orada da yan bayan olmuşuq. Yəni, həyatda və sənətdə yanaşı addımlamısınız. Yanaşı gedirik Yəni, hələ ki, ömrü Allah boyu. köməyimiz olsun. Hər an öz payı tamaşası gedir Xeyrəddin Qocanın. Orada gülən adam, gülməyən adam, belə bir obraz var. Və bunlar aralarında, mən bayaq qeyd edim, İlham çox improvizə edən aktyordur. Birdən orada deyir ki, Bakıya filan şəhərin, adı nədir, Banan şəhərinin, nə bilim, prezidenti Dombalbay gəlib. Bu, getdi əsər, gülürsən, indi əsər qutarandan sonra, birinci hissə qutarandan sonra Xeyrəddin gəlir ki, İlham, sənə qurban ol, o Dombalbay nədir, mən yazmamışım, çıxard o. Dedi, başladı, çıxard buna, çıxard. İndi ikinci hissə başlayır, yenə adı nədir, filan oldu, o yer gələndə deyir, Dombalbayın qardaşı gəlmişdi. Deyir, bəs İlham nə? Deyir, mən demədim, bizim qardaşı gəlmişdi. Bu məqamda mən yadıma düşdü, bilirsiniz, mən bir rejissor kimi 2 filmə çəkilmişəm. Rejissorlar çox belə, biri Tofiq Ağzadə idi, birisi Anar idi. Anar da gözəl bir film çəkdi. Orada Qəm Pəncərəsi, orada Uçsiz Ləsənov oynayırdı və Ölülərdə Şeyx Əhmədi. Siz təsəvvür edin, mənim səmimiyyətimə o 2 rola yaxşı qiymət verilir, Məram yaxşı olur. Məram orada 30% nəsə eləyib. Onu səsləndirən İlham elə güclü səsləndirib ki, mən özüm o rola valeh oluram. Çünki onun yaradıcısı, o əsas səslənmə, ritmin, tamaşaçının baxdığı İlhamın məni səsləndirməsidir. Mən ona çox minnətdaram ki, mənim o Babat oynadığım 2 obrazı çox gözəl səsləndirib və bir mən fəxr eləyirəm ki, orada yaxşı oynamışam. Bu kişinin hesabına. Çox sağ ol. Mən qeyd edeyim ki, vallahi indi tərif olmasın, 3 dəfə qonaqlıq verin mənə. O səsə görə. Baxın, Qaran müəllim, İlham müəllim, bu səsləndirmə ayrıca bir mövzudur və mənim ürəyimdə bir sual var, onu sonra mən İlham müəllimə verəcəm. Biz dedik ki, 2 qardaşların birgə oynadıkları tamaşalar var. İndi gəlin Lənkəran xanın vəziri tamaşasından bir fraqmentə baxaq. Odur ki, onların ədalətlərinin vəsfi aləmdən məskûrdur. Bu bir olan vəzir. İndi görərsən. İndi görərsən. İndi görərsən ki, sənin də xanın bu babda olan xulafalardan və Sultan Mahmud Qəznəvidən heç dəski deyil. Buyurun. Sənə buyurmamışam ki, mənim huzuruma gələndə xəncər qurşama. Mən xəncər qurşamamışam. Mənə belə göründü. Bu tandem çox uğurluydu. Həqiqətən də hər ikiniz möhtəşəm idiniz səhnədə. Biz Məraim müəllim sizə təşəkkürümüzü bildirib yola salacağıq sizə hal-hazırda. Yəni bu ana qədər bizlə bərabər olduğunuz üçün çox sağ olun və arzularınız İlham müəllimə. Yekun olaraq arzularınız, istəklərinizi eşidək. Mən valla İlham müəllimə bir arzum var ki, həmişə onu teatr səhnəsində, mavi ekranda və gözəl ona can sağlığı arzulayıram. 100 il ömür istəmir, 95 yaşasın. Amma həmişə oynasın, xalqı necə sevindirib, elə də sevindirsin. Çox sağ olun Məraim müəllim. Təşəkkür edirik sizə. Respublikanın xalq artisti, gözəl sənətkarımız Məraim Fərzəlibəyevdir. İlham müəllim, sizin televiziya tamaşalarındakı yeriniz, orada oynadığınız obrazlar dillər əzbəri olmuşdu bir vaxtlar və xüsusilə Evləri Köndələn Yar, sonra Bəylik dərsi, Mehmanxana sahibəsi. Bu tamaşalar çox sevilə-sevilə izlənilirdi o zamanlar və çox populyar idi. Nailə xanım, valla indi də onlara baxırlar. Yenə də baxırlar. Mən səmimi deyirəm, doğrudan baxırlar o tamaşalara bağlı. Çünki qızıl fondda qalır və bu günə kimi də nümayiş olunur. Və çox təəssüf edir ki, indi elə tamaşalar çəkilmir televiziyalar. İndi biraz ola bilsin zamanəyə bağlı ola bilər olar. Ki o zamanə ruhu elə idi deyə elə tamaşalar çəkilirdi bəlkə də. Gəlin o tamaşalardan bir neçə fraqmenti izləyək. Hesablasan cəmi 4 soldini dövləti var. Amma edasından
Lovğalığından onu da göğe sormağa hazırdır. Mən bunların hamısını yaxşı tanıyıram. Kimin necə dolandığını da yaxşı bilirəm. Kimin necə dolandığını mən də bilirəm. Bunlar elə güman edirlər ki, sizin kimi bir qadını hədiyyələrlə yola getirmək mümkündür. Hədiyyələrdən mənə nə isti olur, nə də soyuq. Mən də sizə hədiyyə verərdim, amma xətrinizə də ya. Düzdür, bu yetim öz əcəli ilə ölməyəcək. Adam da hər fikirləşdiyini dilinə gətirib deyər. Şir, o da gene şir. Ha, bu son qıtlıq vaxtında da bu qədər çinmək olar, şır-haşır salmaq olar. Bu axı israfçılıqdır. Elə bu? Bəlkə indi orada qəfildən, quruşdan qalıb, ola bilər. Subaylarınızdan görək. Sağ olun. Şartlılarla görüşək. Çok sağ olun. Vesselam. Subaylarınızdan görək. Can sağ olun. Sağ olun. Salamat. Gel. Yaxşı. Siyahını çaşbaş saldığın için. Sağ olun, sağ olun, çok sağ olun. Herkesi toyda görək. Mən həmçin metin istərdim. Yadındadır bunun toyda. Bəli. Siyahını çaşbaş saldığın için seni 5 manat cərimə edirəm. Canik, axı biz uşaqlıq dostuyuz. Uşaqlıq dostuyuz. Bir de belə eləsən, zattım. Xuda hafizləsin, xuda hafizləsin. Zattım işlən, şey. Sən bir gecənin içində uğurlatdırıram. Uşaqlıq dostu. Beləliklə İlham müəllim, bizim bugünkü bu gözəl görüşümüzə daha bir sənət yoldaşınız gəlib. Həm tərəf müqabilinizdir, eyni zamanda həyatda da yaxın dostunuzdur. Gəlsin, hə. Gəlsin. Həyəcanlı üzlə. Respublikanın xalq artisti, bizim dəyərli aktrisamız Bəsti Cəfərovanı biz studiyaya dəvət edirik. Buyursun Bəsti xanım. Sözsüz ki, danışacağı əhvalatlar, söhbətlər, xatirələr çoxdur. Buyurun Bəsti xanım. Salam. Salam. Hoş geldiniz Salam Hanım. Hamınızı salamlayıram. Görün ne güzel insanlar toplandı bugün. Çok İlham güzel. müəllimin ötən günlərini xatırlayırıq bugün. İlham müəllim heç kimə bənzəməyən, öz dəsti xətti olan bir yaradıcı insandır və illərlə onunla çalışmısınız. Çoxlu xatirələriniz var, elə deyilmi? Var, əlbəttə. Buyurun. İlk öncə demək istərdim ki, mənim çox yaxın dostum İlham çox yaxşı insandır. Böyük sənətkar olmaq olar. Amma insan olmaq bu başqa məsələdir. Biz İlhamla demək birinci tamaşada mən demək 1978-ci ildə teatra dəvət alanda düzdür biz oyla tərəfi müqabili deyildik. Əkrəm Əylisinin Quşu Uçan Budaqlar tamaşasında İlham da oynayırdı orada. Və onların məşhur bir səhnəsi var idi, çayxana səhnəsi ki, biz hamımız tamaşa gedəndə yığışıb o səhnəyə tamaşa eləyirdik. Orada böyük aktyorlar var idi. Yəni ki, İlham müəllimin Tofiq müəllimin quruluşu idi. Bəli. Tofiq müəllimin quruluşu idi. Orada İlham müəllimin nəslinin demək aktyorları var idi. Rəhmətli Səməndər Rzayev idi, Yaşar Nuri idi, sonra Həsən Ağa Turabov idi. Yəni orada da onların böyük bir gözəl, məzəli bir səhnəsi var idi ki, biz hamımız o tamaşa gedəndə o yeri olanda hamımız kulisin arxasından o səhnəni izləyirdik. Sonralar da biz İlhamla tərəfi müqabili olduq. Demək, Sadıq Şəndilin Qanlı Nigar tamaşasında bizim gözəl cütlüyümüz var idi. Narçın bəy o oynayırdı, Bədidəni mən oynayırdım. Orada çox belə maraqlı səhnələrimiz var idi. Ondan sonra Nişanlı qızda oynadıq. Günah başı var. Günah var idi. Rəhman Əlizadənin Günah piyesində
rəssam. Nədənsə mən gələndə fikirləşirdim ki, hansı tamaşa o Hə. günah və amma ki şəkilləri Bəli. xatirə olaraq bizdə çox qalıbdır. Bir də Bəsti xanım, istəyirəm Afət dramından mütləq danışasınız. Hüseyn Hə. Cavidin əsəri. Bunu tamaşaçılar da sözsüz izləyib görüblər. İkiniz səhnəni bütün tamaşa boyu baş qəhrəman Afətdir təbii, amma o qədər güclü bir aranızda energetika var ki, əvvəldən sonacan hakim edirsiniz tamaşaçını. Bilirsən, mənə elə gəlir ki, o nədən əmələ gəlir? Demək, tərəf müqabil bir-birinə uyum saxlayanda, bir-birini başa düşəndə, bir-birini, necə deyim, energetikasını alanda, mənə elə gəlir ki, o elə Alınır. O alınır, o duet alınır. Və Afət tamaşası 2003-cü ildə demək oynanılmışdı ilk dəfə. İndiyə qədər bütün müsahibələrdə elə Afət tamaşası haqqında, İlhamın Qaratayı haqqında çox gözəl fikirlər söylənilir və bizim orada nə bilim möhtəşəm səhnələrimiz var idi. Duetimiz mənə elə gəlir ki, çox gözəl idi. Sonra demək mənim dostum Cəfər bizim teatra demək gələndən sonra mənim dostum Cəfər də oldu. İndi mən indi bizim belə çox gözəl dostluğumuz var. İlham dostluqda çox sədaqətli insandır. Siz təsəvvür eləyin ki, mənim ad günüm olanda gecə 12:00 olan kimi bir də görürəm İlham ya mesaj göndərir, ya zəng eləyir. Ən birinci o məni təbrik eləyir həmişə. Sağ olsun. Biz Afət əsərindən danışdıq. Bəsti xanım, İlham müəllim, gəlin bərabər sizin fraqmentiniz var. Səhnədə baxaq. Böyük bir günah işlətmiş oluram. Eləmi? Çünkü sen kadınsan. Anlayır mısın? Ben kişiyim. Sense kadınsan. Kadın. Zavallı qadınlar. İlham müəllim, baxın, biz burada baxdınız, burada fərqli biraz obrazdasınız siz. Ümumiyyətlə, siz bir çox janrları özündə birləşdirə bilən bir, çox mahir bir ustad sənətkarsınız. Eyni zamanda siz ətrafınıza gəncləri toplayıb işləməyi sevirsiniz. İlham Miniatür Teatrında siz özünüzü həm inzibatçı, təşkilatçı kimi göstərdiniz və gəncləri ətrafınıza toplamışdınız. Bir də mən Qulaq piyesinin tamaşasına baxmışdım. Orada da hamısı gənclər idi. Çox gözəl bir tamaşa idi. Gənclərə həm öyrədərək oynayırsınız. Yəni ətrafınızda siz də gəncsiniz, amma sizdən başqa Elə mən o sözü gözləyirdim deyəsiniz. Sizdən başqa hamısı O çox sözdən sonra gənclərdir. ya. Sizə nisbətən gənclər. Mən ümumiyyətlə bizim müəllimlərimiz bayaq da mən dedim ki, həmişə gəncliyi çox seviblər. Gənc istedadları sevirlər. Mən heç elə bayaq yenə də Tofiq Kazımov dedi quruluşundan bir gözəl sözü vardı Tofiq müəllimin. Hər tamaşada, hər bir tamaşada hazırlanan tamaşaya 2 dana qan vurmaq lazımdır. Biri oğlan, biri qız. Yeni istedad. Bilirsiniz, bu çox böyük fikirdir, çox böyük fikir. Yəni ki, inkişaf elətdirmək bu gəncliyi. İstərsəməz əlbəttə ki, mən bugün də elə istər tələbələr olsun, istər hansı teatrda olursa olsun gənc, əgər mənim imkanım olacaqsa, mən ona həmişə kömək eləməyə hazıram. Çünki gənclik sabahdır, sabah da bugündən başlayır. Bunu necə deyirlər, anlamaq və başa düşmək lazımdır. Ona görə gəncliyi sevmək lazımdır. Çünki biz də gənc olmuşuq, şəxsən mənim nətər deyərlər, qayğımı çəkən çox olub. Siz bayaq da dediniz, istər tərəf müqabilləri, istər quruluşçu rejissorlar, istər Azərbaycan Milli Dram Teatrı, istər Azərbaycan televiziyası, istər Azərbaycan film kino studiyası, yəni yaxşı mənada etibar göstəriblər. Amma sən də gərək o gənc də etibarı gərək nətərlər doğruldasan. O mənada mən istedadlı gəncləri sevirəm, ürəyim gedir onlar üçün, istedadslardan zəhləm gedir. Bax, onu da mən deyə bilərəm. Başqa mən də deyə bilərəm. Arif müəllimin əlavəsi var. Arif müəllim. Televiziyada rəssamlardan proqram getdi. Neçə proqram? Maarifləndirici. Dünyanı yaradanlar silsiləsi var idi. Onun 43 seriyasını aparısı mən olmuşum. Çox maarifləndirici, çox maraqlı. Özü də bir
rəssam yolunda. Bəli, Bunlar hamısı təsir edir dostlar. Onu qeyd eləmək istədim ki, o çox populyardır. İnsanlar arasında maarifləndirici, rəssamların təbliğatı biraz zəifdir. İndi aktyorlar, oxuyanlar biraz başqa cürdür. Rəssamların təbliğatı, ona görə bizim rəssamlar da bu kişiyə çox sağ ol deyirlər. Mənə dedilər ki, dostum bizi təbliğ edir, rəssamlığı da, qədim klassiklərdən danışırdı. Hamısı mən də baxmışam onlara. Onu qeyd eləmək istəyirəm. Təşəkkür edirəm. Bilirsiniz, sənət adamı ola bilər, aktyordur, rejissordur, rəssamlar. Mən şəxsən özümü xoşbəxt sayıram ki, dostlarım rəssamlar da çoxdur. Bəstəkarlar çoxdur. Dirijorlar, nətər deyərlər. Bu hər tərəfli bu insanlarla bir yeri münasibət olsun, yaxşı mənada ki, belə yaradıcı münasibət olsun. Mən məsələn mənə ləzzət çəkir ki, Arif müəllimin bizim xalq rəssamımızda onun sərgilərində iştirak edirəm. O bizim məsələn elə tamaşa yoxdur ki, Arif müəllim tamaşada olmasın. Hətta keçən səfər ən axırıncı tamaşam Kukla teatrında idi. Orada gəlmişdi. Bilirsiniz, aktyordur, rejissordur. Bunlar həyatda da gərək müşahidəçilik qabiliyyət olsun hər mənada. İstər rəssamla, istər bəstəkarla, adi insanlarla da. Tutaq mən gedirəm indi deyəcəksiniz, yerli pərəst görürəm, amma Şamaxlıyam da, mən bunu deməliyəm da. İndi Şamaxıya gedirsən, insanları görürsən orada, tam başqa məcradadır. Kəndə gedirsən, tam başqa məcradadır. Məsələn, mən uşaqlıqda bilməzdim ki, məsələn, elə bilirdim ki, yalnız elə quzu sürüləri olur. Mən məsələn, indi kəndə gedəndə görəm ki, orada hinduşka sürüsü də olur. Qaz sürüsü ayrı gedir, hinduşka sürüsü ayrı gedir. Çox qəribə belə. Yəni, atmosfer tam başqadır. Onlar da gəlib görək. Bir söz soruşum sizdən. Bayaq deyirsiniz ki, son tamaşam Kukla teatrında oldu. Gəldi Arif müəllim baxdı. Yəni, o teatrda işləməyiniz məni vadar elədi bu sualı verməyə. Məsəl üçün, bayaq gözəl qeyd elədik ki, siz müxtəlif janrlı aktyor olmusunuz. Eyni zamanda siz bir çox teatrların səhnəsində rol oynamısınız. Gənclər teatrı, akademik dram teatrı, İlham miniatür teatrı, opera, balet teatrı, opera, balet teatrı. Yəni, İlham müəllim, aktyor var, bir teatrda başlayır. Məsəl üçün, Bəsti xanım, ömrünü akademik dram teatrda keçirdi. Siz müxtəlif teatrlarda çalışmısınız. Çox az aktyorlar var ki, elə müxtəlif teatrlarda olsun. Bax, onu istəyirəm, öyrənim ki, nə idi belə bax bu teatrlar arasında bilirsiniz, çox sağ ol, çox təşəkkür edirəm. Bilirsiniz, bu hardasa o rejissorların da etimadı olub da, nətərli çağırıblar, dəvət eləyiblər, girmiş tələbat olub yəni. Usta, indi bayaqlar elə Nazim müəllim dedi də, mən onda Milli Teatrda işləyirdim. Rus bölməsi musiqili komediya teatrının tutaq ki, Filomena Marturano əsərini hazırladı. Mənə çağırdı, getdim Cənnət Səlimovanın quruluşunda Dominika Sarıyan oynadım, Rus dilində. İndi o mənim təqsirim yoxdur burada. Yox, burada mənim təqsirim yoxdur söhbət olsa. Teatr deyil axı. Mən teatrdan çıxdım, gəldim Niyaziyyatla Simfonik Orkestra. Həm də biz sarayda konsertlə mənə bir yerdə oxuyurdu. Nazim müəllim necə oxuyur? Aparırdı. Oxuyurdu. Yubiley Emin Sabitoğlu'nun deyəsən gecəsini aparmışsan. Süleyman Ələsgərov, Rauf Hacıyev. Yəni, yenə də mən gedəndə dedim, gəldi sarayda, dedim, oxuyucuyum. Dedim, bəli, sən oxumalısan, çünki sən dahisən. Yox, fağıram, belə deyim. Yox, adama gerək deyərlər. Ümumiyyətlə, musikamediyada işləyənlər aktyorların gerək səsi olsun, gərək olsun və gerək yaxşı oxusunlar. İlham müəllim, bizim indi bir müğənni qonağımız var və biz bu xanımı sizin istəyinizlə dəvət eləmişik. Çünki eşitdik ki, ifasını, musiqilərini sevirsiniz, xoşlayırsınız. Siz Nərmin xanımı deyirsiniz. Ay, sağ olun. Gözəl, özünüz də təqdim elədiniz. Nərmin Kərimbəyova, buyursun səhnəyə. Nərmin, bilirsən də İlham müəllimin sevdiyi müğənnisən. Mən İlham müəllimi elə sevirəm ki, yəni yəqin ki, İlham müəllim o mənim münasibətimi də hiss eləyərək məni görmək istədi burada. Mən də oradan sizi çox istəyirəm. Yəni Allah sizə uzun illər nəsib etsin. Siz bizi sevindirin. Siz bizə elə enerji göndərirsiniz. Elə bir, nə bilim, elə bir pozitiv insansınız. Hamı sizi sevir. Yəni sevməyən insan varsa, təqsir özündədir. Sizlər varsınız ki, mən də varım. Olacaq. Təşəkkür Nərmin, çox sağ ol. Təşəkkür edirik. Çox sağ ol. Deyirəm, bu mahnıdan, musiqidən sonra bir maestroya da müraciət edək, bizim hörmətli Eldar müəllimə. Eldar müəllim, aktyorun nə qədər vacibdir və nə lazımdır musiqi ilə bir bərabər olması üçün və bu keyfiyyətlərdən nələr var İlham müəllimdə? Əvvəla bir daha şey deyim ki, bu səhnəyə çıxan adam
Mənə elə gəlir ki, sənətin bütün sahələrindən agahlığı olmalıdır. Məsələn, təkcə İlham deyil, yəni ki, mən bir çox aktyorları tanıyıram ki, çox gözəl də oxuyurlar. Onların sırasında İlham da özü də. Həm də ki, mahnı yazıb verəndə, məsələn, gəlirdi ki, mənə bu cürə bir mahnı lazımdır. Mən açığı bir neçə dənə variant göstərirəm. Özü bilir ona lazımdır. Özü seçir öz variantını. Yəni, bu cürünə. Mən özüm də, məsələn, həmişə bir adam məndən mahnı istəyəndə, mən ona bir neçə variantda mahnılar göstərirəm ki, hər adam özü yaxşı hiss edir ki, nə musiqinin necə variantı buna lazımdır, nə fason musiqi buna lazımdır və bunu bu adam səhnədə çıxardıb göstərə biləcək, bunu öz hərəkətləri ilə, öz ifası ilə və bu cürə. Yəni, İlham o bu arada, deyərdim, çox belə, deyərdim, profesional bir adam hiss edir bu şeyi. Təkcə söz ustası deyir, mənə gəlir ki, musiqini də çox gözəl bilir. Nə qədər işlərlə işləmişik İlhamdan, hamısında özü məsələn seçirdi bu şeylər. Mənim işim neydi? Yazırdım, göstərirdim ki, məsələn, bir var ki, mən yazıram mahnı, verəm mahnı, bunu oxuyacaqsın, bu cürə. Bir də var, məsələn, İlham kimi sənətkarlardır, göstərirəm mahnını, musiqini göstərirəm. Deyirəm, sənə hansı bulan yarıya? Deyir, bu. Özü seçir, onlar götürür bu cürə ilə. İlham müəllimin yaradıcılığından danışanda Mozalan satirik kinojurnalından danışmamaq olmaz. Bir 100-dən çox obraz yaratmışsınız, elə deyilmi? Çox qəribədir. İlham müəllim, bax, o vaxtı cəmiyyətdə vəzifə tutan insanların satirik obrazını yaradırdınız. Bu, ustalıqla bərabər eyni zamanda cəsarət də tələb eləyirdi. Cəsarət, bilirsiniz, Ulu Öndər Heydər Əliyev o Mozalan kinojurnalının hər nömrəsinə baxıb qəbul eləyirdi və dəstəkləyirdi. Kimdən qorxumuz olacaq ki, indi belə baxanda ki, orada da bizdə bədii sujetlərdir əsasən. Bədii sujetlərdə orada faktik əsər, orada məsələn faktlar da vardı, o heç o sənədli idi, amma biz sırf nətər deyərlər, bədii sujetlərə mən çəkilmişəm. Orada da bədii sujetləri də Hüseyn Seyidzadədən tutmuş, Rasim Ocaqdan tutmuş, birinci Ziyafət Abbasovdan tutmuş. Elə bir rejissor, deyim ki, hörmət eləmir rejissor yoxdur, mən onların sujetlərində iştirak eləməyim. Ceyhun deyim, Vaqif Mustafayevin onlarla sujeti olub. Çoxdur, bütün, Oktay Mirkasımın da eləsin deyərəm, demərəm, amma bütün, o vaxt belə idi. Tutaq ki, film çəkilirdi, axı 1-2 il film çəkmir rejissor. Axı bir balaca bir maliyyə qazancı olmalıdır. O vaxtda Mozalan da rejissor çəkirsə, onun bir 3 ay, 4 ay, 5 aylıq onun nətər deyərlər, donanışı olurdu. O mənada Mozalan həm də kömək eləyirdi onların yaşayışına, ehtiyaclarını əslində dəf etməyə. O mənada əlbəttə mən yenə də mən rejissorlarıma həmişə minnətdaram. Gəlin Mozalanda yadda qalan obrazlar yaratmışsınız. Onlardan bir neçə fraqmentə baxaq. İncimə, bəlkə özüm də sənə züy tutdum. Sən olmaz axı. Düzdür, olmaz. Amma bir şərtlə olar. O nə şərtdir elə? Bax, bu turpayı Aycan, mən gizlədirəm. Əgər tapsam, sənin 50 qram içərəm. Yox, əgər tapmasam, mən vicdanımı tapdalaya bilmərəm. Görürsən ki, həkim qoymuş. hə, gizlət görüm. Sağ əlimdədir. Qızdırmam qalxdı. Tapa bilmədin. Bəlkə bəxtü bir də sınayasan, hə? Sol əlimdədir. Afərin. Tapdı be. Yaxşıdır ki, ikinci dəfədə tapa bildin. Halal olsun. Xoş gəlmisən, səfa gətirmisən. Nuş. Necədir? Təkrar edək. Tap! Çox koloritlidir. Ceyhun Mirzəyevin çəkdiyi Mozalandır. Ceyhun çox istedadlı. Mən deyərdim ki, Azərbaycan kinosunun mənim fikrimcə bir nömrəli sənətkarıdır, mənə görə bilmirəm. Ceyhun Mirzəyevin Azərbaycan kinosunda etdiyi belə şücaət mi deyim, yaradıcılıq mı, heç kimdə mən görməmişəm, amma heyif. Amma yaradıcılığınızda kino
adlı böyük bir səhifə var və sizin də kino yaradıcılığınızda maraqlı rollar var. Mən istəyirəm bir qədər kino və İlham Namiq Kamal mövzusunda elə sizlə söhbətimizə davam edək. Kinoya gəlməyiniz, kinolarda çəkilməyiniz. Kino, mən deməzdim ki, o qədər mənim böyük filmlərim olub, çox filmlərim olub da bir 8-9 film olub. Amma rollarınız maraqlı olub, lap xırda da ola bilər. Amma maraqlıydı o rollar həmin filmlərdə. O dövrdə bilirsiniz də Azərbaycan filmində filmlər çox çəkilirdi. İndi bir 5 bədii film çəkilirdi. Bir 6 dənə də televiziya filmi çəkilirdi. Görün nə qədər imkanlar var idi. Onda da Azərbaycan aktyorları əlbəttə ki çəkilirdi. Mən birinci deməli çəkildim elə Əjdər İbrahimovna, Margarita Maleyeva'nın yazdığı Qaynana filmini, onlar senaristi, Məcid Xamxalov librettasını yazmışdı. Filmdə əlbəttə ki Əjdər müəllimlə yoldaşı yazmışdı. O böyük rejissorumuz Hüseyn Seyidzadə. Və mən onu deyə bilərəm ki, Hüseyn Seyidzadə o vaxtda bir sınaqlar var idi. İlqar roluna 14 nəfər adam var idi. 14 aktyor var idi. Mən sizə səmimi deyim, 14. Murad Yegzarovdan tutmuş, elə Fuad, hamısı elə İlqar roluna prova olmuşdu. Elə sınaq çəkir. Çünki onda bəs bayaq dedim axı, o vaxtı dayı, bibi, xala yox idi. O vaxt kim lazımdır, rejissor deyir, tablosuna uyğun insanı ora çəkir. Mən heç Hüseyn müəllimi heç tanışdığım da yox idi. Amma Hüseyn müəllim bir də yadımdadır ki, həmişə gəlirdi, Milli Dram Teatrının bufetində otururdu. Tənəffüslərdə, tamaşanın tənəffüsündə aktyorlara baxırdı, elə bir seçirdi, inan. Gəlin o kinodakı rollarınızdan ibarət video süjetə baxaq. Mən nə deyirəm ki, fağır adamam. Bu kimdir ki mənə bilib getmisən? Bu Cənnət xala qızın kuklasıdır da. Hadi, kimə kələk gəlirsən, hə? Bu yekəlikdə kukla olar. Niye olmur? Dövlətli qızıdır da. Onun kuklası bu boyda olmayacak ki. Hə da. Cənnət xala, sənə cahı cəlallı bir gəlin tapmışam ki. Sevin sənə, gül sənə, bir gəlin tapdım sənə. Parmaqları qızıldı, özü də bəy qızıdır. Abəxtə ver qaynana, nə durmusan dur oyna bala. Abəxtə ver qaynana, nə durmusan dur oyna. Cehizi düz 5 maşın, 9 dənə xalça, 9 dənə lüsü, 9 dənə ədiyə, 9 dənə bağır, samavarı, mamavarı, üstündə də bir nol şez. Axırda nə oldu? Axırda da boşandı. Vay atı olan. Salam Əli. Salam. Müdürü tez çağır bura. Onun müdürü indi sizsiz yoldaş Muxtarım Ağabala qəsəbəyə getdi. Necə yəni getdi? Bir dəfəlik, həmişəlik getdi. Dedi ki, arıqlayıram, bəlkə sədir məni təzdən briqadirliyə götürdü. Onda tez bir şey siz görək. Bu dəqiqə. Özümə də siz. Belə şad xəbərdən sonra tək içmək günahdır. Buyurun. Allah onu. Gömbulu xoşbəxt etsin. Çox gözəl, duzlu, məzəli obrazlardır və doğrudan da Sovet dövründə televiziyaya çıxmağın çətinliyini nəzərə alsaq, gənc İlham, o vaxt Əhmədovun televiziyadakı o qədər tamaşalarda obrazlar alması, təbii ki, bu onun püxtələşmiş bir yetkin bir aktör olduğunun göstəricisi idi. İndiyə qədər də Qızıl Fondda İlham müəllimin oynadığı obrazlar qalır, benefislər, monoloqlar, obrazlar indiyə qədər qalır, ara sıra bəzən kanallarda göstərilir olar və İlham müəllim televiziyanın proqramlarının, bayram verilişlərinin mütləq iştirakçısı idi. Gəlin Yeni il proqramından sizlə aparıcılıq etdiyimiz bir hissəyə tamaşa edək. Qış Sevincləri adlı sevinç dolu Yeni il proqramımız davam edir. Təşəkkür edirik. İndi sizin hamınızı maraqlı bir oyun müsabiqəyə dəvət edirik. Və tamaşaçılarımızdan birindən xahiş edək, gəlin bax o qızdan xahiş edək ki, zərfləri paylasın. Sizcə bu bağlı zərflərin içində nə var? Mən biləm, pul var. Xeyr, pul deyil. Sevgi, məhəbbət. Ola bilər. Mən elə gəlir ki, yeni il təbrikləridir. Yox, görürəm onlar çətinlik çəkirlər. Bəlkə bəzi nişanələrini deyək onlara. Deməli, adı belədir. İçəridə yazının adı 6 hərfdən ibarətdir. Ardını da deyim də. Deməli, əvvəlinci... Buyurun, zərf götürün. Təşəkkür edirəm. Deməli, əvvəlinci sözün birinci hərfi B hərfidir. Axırıncı hərfi I hərfidir. Bayatı.
halal olsun. Alqışlayın. Alqışlayın. Siyavuş müəllim alqışlayın. Düz tapdınız bayatı. Bu bağlı zərflərin içində bayatı yazılıb. Özdəki bu bayatılar xalq mahnısı və yaxud muğam motivində oxunmalıdır. Oxuya bilənlər qalib sayılacaq. Qalibləri isə gələcəyin qapısı və yeni il proqramının hədiyyələri gözləyir. İndi tutaq ki, kimsə oxuya bilməzsə, indi ola bilər, bir gözəl lətifə deyə bilər və bütün də tamaşaçılar feyziyablar onun lətifəsindən. Elə birinci Nailə xanım Şaxta Baba ilə Qarqız başlasın. Buyursunlar, alqışlayaq Şaxta Baba ilə Qarqızı. Gördünüz də. Gördüm. Mən nə deyirəm? Məşq eləmişdiniz, yoxsa ekspromtu baş verir? Hər gün məşq eləyirdik. O vaxtı çox görkəmli aktyorlarla, Bəli, Allah bəli. rəhmət eləsin, onların hamısından, yəni belə tərəf müqabili biz olurduq verilişlərdə. Gözəldir. Elə Cəfər bax, müəllim yaxşı Cəfər, xatırlayır o ay, sağ ol. vaxtları yəqin ki. Məsələn, ilhamdan danışırıqsa, qoy ilhamdan danışaq. Yəni ilhamın tamaşaçıların bilmədiyi bir keyfiyyəti var ki, məsələn, mən İlham özümü arxa bilirəm. Səhnədə. Həyatda. Həyatda. Bəlkə də onun köməyinə o anda lazım deyil. Amma hiss edirəm ki, arxamda İlham var. O böyük şərtdir. Həyatda yaşamaq üçün ki, bir dəfə yarın balaca nasazlamışdım. Bir vəziyyəxi çox pis nasazlamışdım. Heç 5 dəqiqə keçmədi, gördüm İlham evdədir, bizdədir. Hələ belə o ağrı, acı hamısı uzaqlaşdı məndən. Yəni arxam gəldi. Yəni arzulayardım ki, İlham kimi hər bir şəxsin qardaşı olsun. Sağ olasın. Sonra danışarım yəni. Arxa dedi, mən bir şey qeyd eləmək istəyərdim. Demək, 2004-cü ildə mən pedaqoji fəaliyyətə başlayanda məhz İlham Namiq Kamalın kafedrasına, o vaxt Estrada kafedrasının rəhbəri idi. Ora demək, təkim olundum və o arxa, Cəfəri dediyi kimi, o arxanı mən də orada hiss elədim. Teatrda İlhamı mən tanıyırdım. Pozitivdi, insanlarla danışır, gülür. Heç bir paxıllığı, heç bir kibiri olmayan bir insan kimi. Amma universitetdə biz onunla rastlaşanda mən onda rəhbər gördüm. Ciddi, zarafatsız, öz işini bilən bir insan gördüm qabağımda. Və Cəfər çox doğru söyləyir ki, mən 2 il onun kafedrasında demək, işlədim, sonra başqa kafedraya məni keçirdilər. Mən 2 il İlhamı öz arxamda hiss elədim. Məşqlərimə də gəlirdi, baxırdı. Elə bil ki, mən təzə idim deyə bu fəaliyyətə başlamışdım. Elə bil kurator kimi gəlirdi, nə lazımdır, nə çatır, nə çatmır, mənə məsləhətlər görürdü. O barədə Cəfər çox gözəl dedi ki, çox dost kimi də arxa duran insan da İlham. Sağ olsun. Siz sağ olun. Siz varsınız. Siz varsınız. İlham müəllim, görün nə qədər gözəl sözlər deyilir bugün sizin üçün. Bunlar hamısı bilirsiniz, insanın bir həyatda qazandıqlarıdır. Bundan böyük qazanc ola bilməz. Bilirsiniz Salih, həyatda insan olmaq lazımdır. Mən bilmirəm, məsələn, bəzən ola bilər, rəssam da ola bilər, bəstəkar da, aktyor da. Bilirsiniz, həyatda oynamaq lazım deyil. Mən onu bir dənə əvvəldən həkk eləmişəm ki, bu tərbiyəni evdə bizə veriblər. Yəni mənim babam belə bir qəribə söz deyirdi. Hətta nəvələri zadı yığanda deyirdi ki, bilmirəm, böyüyəndə doktor olacaqsınız, injiner olacaqsınız. Hambal olun, yaxşısından olun. Həm də insan olun. Yəni o vaxt biz başa düşmürdük. Elə bilirik ki, bu hambal belə aşağı səviyyəli. Amma hambal necə yaxşı santexnik ola bilər, motorist ola bilər, gözəl dərzi ola bilər ki, heç onun qəbuluna düşmək olmaz. Və yaxud insandakı əlbəttə ki, ən çətin insanlıqdır, onu qorumaqdır, çox çətindir. Bəlkə də müəyyən elə adamlar var ki, lap böyük sənətkar deyirlər, amma o sənətkar insan kimi onu qəbul eləmirlər. Ona nifrət eləyirlər, üzünə yalandan gülürlər. Bilirsiniz, bu özü də faciədir. Nazım Hikmətin bir dənə qəribə bir sözü var, deyir ki, insan hamını aldada bilər, hamını.
amma öz-özünü heç vaxt aldada bilməz. O ki, axşam ki, yorğanı çəkirsən başıma, bilirsən, sən kimin balasısan, kimin oğlusan, o bilir. Oğlu da bilir, anasını da tanıyır, özünü də tanıyır. Bu dəhşətli bir məsələdir. Ona görə onsuz da Allah Taala bizə 5 günlük ömür verib də. Biz bilirik ki, biz bitki kimidir də insan. Bu gün var, sabah yoxdur. Hər dəqiqə gedə bilərsən. Özümə şamil eləyirəm. Amma onunla bərabər sabah sənin haqqında xoş söz deyəcəklərsə, sən geri onu birinci düşənəsən sonra. İşdə də, evdə də heç kimə mane olmayasan. Mane olmayasan. Bəs eləsə var ki, mən deyirəm, bu kömək elə. Bu kömək eləmir, əksinə mane olur. Camana da mane olur. Ətrafına da mane olur. Dostlarına da mane olur. Bax, belə insanlardan məncə uzaq olmaq lazımdır. Yəni, insanlar hardasa müəyyən mənada yaşından asılı olmayaraq pozitivliyi qorumalıdır. Pozitivliyi. Pozitivlik birinci amillərdən biridir. O xanıma da aiddir. Bəli, xanıma, xanımlara aiddir. Elə xanım var ki, o sifəti görsə, sən ondan pis günə düşürsən sonra. Söhbət orası dayanır. Mən bu xanımı görməyədim, ay Allah. Amma halbuki xanım üçün ürəyim gedir mənim. Səmimi deyirəmsə, mən xanımları çox sevirəm. Çox böyük hörmətim var. Bir bacım kimi, anam kimi, dost kimi, yaradıcı insan kimi. Amma bir gözəl mahnınız da var, xanımlardan oxumusunuz. Hə, o 18 dənə addır orada. 18 adı. Hansı adlardır o? Bir onları sayın görün kimlərdir. Valla mən nə bilim, mən itirmişəm adları. Yox, bir sayın görün mahnıdan. Zeynep var, Julia var, Mille var, 1000 dənə adlar orada. Mahnıda sayın yapsın. Var elə mən. İndi biz daha bir mahnı eşidək, hə? Qəşəng bir mahnıdan danışdınız, qəşəng mahnıdan söz düşdü. Elə bir mahnı eşidək. Bəsti xanım, indi gələn müğənninin də adı Bəstidir. Biz Bəsti Qasımovanı dəvət eləyəcək və Qaynana filmindən, sizin çəkirdiyiniz Qaynana filmindən məşhur mahnını bizim üçün oxuyacaq. Buyursun. Benim eşkim en zarif bir çiçeği.
alışır. Kayına da sevgisinden danışır. Muhabbetten doldu, güzellikten yoruldu, yolun ayışı oldu. Lay lay lay, lay lay lay, lay lay, lay lay lay, lay 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 lay. Bravo hər ikinizə. Sən. Bu çox istedadlı qızdır. Özdə bilirsiniz, ASTV-nin solistidir, həm də ki aparıcıdır. Məsələn, bu yaxında bizim bir veriliş getdi. Həmişə Qrimdə. Həmişə Qrimdə, onun Mədəni aparıcısıdır. televiziyasının Çox belə istedadlı, həm də tərbiyəli balamızdır bizim. Çox gözəl. Çox sağ olun. Təşəkkür Gözəl. edirəm. Çox sağ olun dəvətiniz üçün. Minnətdaram. Təşəkkür. Sağ olun. Çox sağ olun. Təşəkkür Çox edirik. sağ olun. Çox sağ ol, çox sağ ol qızım, çox sağ ol. İlham müəllimin qəlbi dözmədi ya. Durdu nə durdu İlham müəllim. Fağır adamam da. Qəribədir bu. İlham hamını da tanıyır. Kim hardadır, nə aparır? Biografiyalarını bilir maşallah. Birinci verilişi mənlə olub ona görə. Hə, Allah versin. İlham müəllimin oynadığı tamaşalar elə belə keçməyib. O tamaşaçıların yaddaşına həm obrazlarına həkk olunub, həm də onun orada söylədiyi sözlər, bu televiziya tamaşaları var, zərb məsələ çevrilib. Deyirik, caniklər ardımca. Sonra biri də var, piş-pişə suyu. Piş-pişə suyu. Pişa-pişayeviç. Evlər göndərən yağırda da çox populyardır. Prop sinematik. Yazılar. Bir də deyir, caniklər arıyıb, ciyərin yansını elə... Ciyərin yansını siz çox qəribə deyirsiniz. Necə deyirdiniz, onu bir deyin gör. İndi deyim. Yox, Ciyər demir, ciyər. Yox, deyərəm, indi sözə baxıb deyə bilmərəm o sözü, ona görə bilmirəm. Hara baxıb deyərsin. Hada istədi, yerə dönüb bu tərəfə, ciyərin yaz, o tərəfə deyim, bu tərəfə deyə bilmirəm, amma ürəyim gəlmir. Caniklər ardımca. Onu deyə bilərəm, caniklər ardımca onu deyə bilərəm. Bu vaxt Mustamezədə ər-arvad gedirdi tamaşaya, oynaya-oynaya görürsünüz zala düşürdü. Zala düşürdü, zriçinin yanında otururdu. Orada bir trio gəlirdi. Oxuyurdular onlar. Bu baxırdı, deyir, əl çalır, yaxşı oxuyur. Toya gəl, siz mənim toyuma gəlmişsiniz. Hə, toya gəl. Zriçinlə tamaşaçı ilə bir yerdə otururdu orada, eksprompt edir. Bir də flaşka var idi. Açırdı orada, deyirdi, içirsən, kişi deyir, yox, arvadından qovursan. Yəni o tamaşaya zriçin istər-istəməz tamaşaya qovuşurdu. Və alınırdı, çox gözəl alınırdı. İndi bilmirəm. İlham müəllim böyüklüydü o. Doğru. Həm də gözəl plastikası var sənətkarın. Görün nə qəşəng rəqs elədi. Hələ heç nə eləmədim məni. Yəni bundan da o tərəfi var. Bu nədir ki, Bəstixanla elə rəqslər olub, dram teatrında. Nişanlı qızda. Nişanlı qız. Bir də Bəsti xanım, aktyorun necə insan olması, onun hansı dərəcədə şəxsiyyət olması oynadığı rola sirayət eləyir, düzdür? İlham müəllim də bu məsələni bir tərəf müqabili olaraq, səhnə partnyoru olaraq necə duyursunuz, necə görürsünüz? İlham müəllim elə doğuluşdan şəxsiyyətdir. İnsan elə doğulanda şəxsiyyət kimi dünyaya gəlir və o formalaşır. Səhnədə də əgər sən şəxsiyyətsənsə, sənin oynadığın obrazda elə bil ki, sənin şəxsiyyətinlə birləşir və nə isə bir möhtəşəm enerji verən bir demək obraz yaranır. Və İlham müəllimdə də əlbəttə bütün tamaşalarında mən istər mənim oynadığım, istər oynamaqdığım tamaşalarda bu sezilir, bu var. Mən bayaq müəllim səhnədən zala düşməyindən danışdı. Bir demək hadisəni danışmaq istərdim Nişanlı qız tamaşasından. Nişanlı qız tamaşasında demək İlham müəllim çox gözəl improvizələr eləyir. Və demək Camal rolunun iki ifaçısı var idi. Bizim rəhmətli Rafael Dadaşov və İlham. Demək ki, bir dəfə Rafael müəllim oynayırdı, bir dəfə İlham müəllim. Və mən də çalışırdım ki, ayrı-ayrı şəxsiyyətlərdir, mən onlara uyum saxlayım. Günlərin bir günündə demək premyera, təzə demək
tamaşa gedir. Orada bizim bir səhnəmiz var ki, mən demək tikintinin rəisiyəm. O mənə tabe olan bir şəxsdir. Nəysə bizim aramızda münaqişə yaranır. Orada söz var ki, bəlkə istəyirsən mən bu idarədən gedim. Dedim, istəyirsən hara istəyirsən get. Belə eləyəndə orada mizan başqa cür idi. İlham neysə belə bir əyildi belə və şalvarı cırıldı. Premyera vaxtı zal ümumiyyətlə nişanlı qız tamaşasında çox böyük aktyor sastavı çalışırdı. Şalvarı cırıldı və bu səhnəyə düşməlidir. Düz səhnənin ortasından, zaldan, cəmaatın içi ilə getməlidir və mən çırt elədi, mən eşitdim bunu. Görmədim, amma eşitdim ki, cırıldı dəsə. Gözə gəlir, göz məsələdir. Nəzər. Mən gözləyirəm ki, indi o zaldan getməz də, demək səhnənin qırağından çıxar gedər də və ondan sonra da mənim mahnım gedir. Emin Sabitoğlu rəhmətliyin mahnısı yazıb, özüm ifa eləyirəm, amma fonoqramı ilə. Mən orada belə neysə dramatik bir vəziyyətə düşməliyəm. Və məni gülmək tutub. Mən onun dalıca necə baxım? Bir də gördüm ki, İlham eləmə tənbəllik. Demək, kurtkası var idi, belə. Onu çıxartmadı, yox. Belə aşağı elədi və o mizanlı, çox belə səliqəli şəkildə, elə belə də lazımdır, çıxdı, getdi. İndi o çıxdı, getdi, mən qalmışım gülə-gülə. Yəni ki, İlham müəllimlə səhnədə olanda adam özünü güvəndə hiss eləyir. Rahat hiss eləyir. Bilirsən ki, misal üçün bizim Qanlı Nigarda da çox belə qarışıq səhnələrimiz var idi, dinamik səhnələrimiz. Mən güvəndə idim ki, mən bilirdim ki, mən nə isə belə eləsəm, İlham onu anında çıxacaq vəziyyətdən. Yəni ki, belə. Yox, mən çox gözəl qeyd elədi. Bilirsiniz, o ani gərək, bir anda gərək, ona deyirlər, fantasmagoriya deyirlər. Bir dəqiqədə gərək eləyəsən ki, sən mən neynəyəsən, həm tamaşanı pozmayasan, həm rejissorun mizanını pozmayasan, həm də ki, özünün fantaziyanı işləsin. Bir məsələni mən deyim, bilirsiniz, hər bir insan, hər bir sənət adamı, əgər o səhnəyə gəlirsə, mən indi teatrla əlaqədəydim, o öz tərbiyəsini gətirir, bilirsiniz. Ona görə bayaqdan dediniz, burada söhbət gedir ki, o bilir ki, nəyi eləmək olar, nəyi eləmək olmaz. Nə deyə bilərəm, nəyi deyə bilmərəm. Həddini bilməlidir. Bir, nətər deyərlər, bazarkom simalı adam bazarkom oynayır. Maraqlı deyir tamaşaçı üçün. Rəhmətli Tofiq Kazımov həmişə deyərdi ki, aktyorlar cəmiyyətdə olan insanlardan, diplomatlardan, məmurlardan seçilməməlidir. Adi insandır bu. Yəni, və yaxud gülməli adam olmamalıdır. Yəni, gülməli adam nədir? İndi eləsi var ki, biri qaz səsi çıxardı, biri özü eybəcədir. Bu da gülməli, belə sirkdə də var da. Amma teatrda olan aktyor sırf cəmiyyətin bir siması olmalıdır. Cəmiyyətin siması. Bəli, bugün ola bilər belə bir komik bir vəziyyəti oynayır, cəmaat gülür. Sabahları nətər deyərlər, dramatik. Və yaxud o biri dəfə faciə. Məsələn, belə, Paris nümunəsə mən gələndə bayaq dedi, mən Ağasadı Gərabəyli kimi şəxsiyyət görmüşəm. Məliyağa Ağay bunlar, hətta Ağasadıqla mən dublyor olmuşam dəli yığıncağında. Bilirlər. Bir tamaşa söhbət, yəni gənclik vaxtlarından. Məsələn, bir dəfə mən qoydum onu, deyəcəksiniz, bilirsiniz, aktyorlarda o uşaqlıq olur da, körpəlik olur. Doğrudan olur, ürəklərində. O dəqiqə aktyoru incitməyə nə var ki, bir dənə deyinə, bir söz deyinə, o saat ürəyinə salacaq, bu niyə bu söz? Ona görə onu qorumaq lazımdır. Onu hər məmur onu qoruya bilmir. O qədər kobud məmurlar var. Onlar anlamır ki, aktyorun o qədər zərifdir, ürəyi çox zərifdir. Məsələn, Əlqulunu oynayır, 92 yaşı vardı, məncə Ağasadıq müəllimin ikinci dəfə oynayır. Mən də gəldim təbrik eləməyə, çatmadım səhnədə. Gül gətirdim, çox istəyirdim. İndi də elə istəyirəm o kino, Allah onu beşlik eləsin həmişə. Gəldim Ağasadıq müəllim, təbrik elədim, görüm, oturub kişi çıxardı, necə də xoşuma gəlir, xoşuma gəlir. Deyəm, Ağasadıq müəllim, 40-50 yaşımız vardı. Başladı ağlamağa.
Dedim, ay şimdi uşaqlısan. Sonra nə, rəhmətli atam da görəydi mənim bu günümü də. Ay Allah. Uşaqdır da, bu uşaqdır, bu körpədir 92 yaşında. Deyir, rəhmətli atam ya görəydi. Uğurumu görəydi. Budur sənətkar, bu sənətkar budur, sənət budur. Vaxtınızı aldığım için sizin. Yox, mən sizə sözlüyüm. Əslində, bilirsiniz, heç nə təsadüfi olmur. Çox anında danışdınız bunu. Biz artıq proqramın yekununa gəlirik. Bayaqdan dedik, güldük, həyatın özü kimi və sonda bir qədər də hamımız düşündük. Bir balaca, bir neçə dəqiqə, bax, o səhnəni gözümüzün qabağında canlandırdıq, düşündük. Mən bu qızla oynayanda düşünmürdüm. Orada başqa şeylər düşünürdüm. İndi burada başqa şeylər İndi yekun olaraq bircə qonaqlarımızdan son sözlərini eşidək. Eldar müəllim, başlayaq sizdən. İlham çox mehriban dostdur. Özü də hal əhval adamıdır. Başqa sözlə isə can adamıdır bu. Tez-tez zəngləşirik. Bir də görürsən ki, gedir Şamaxıya zəng etdim. Haradasan? Deyir, Şamaxıda. Deyir, Bakıya da gedir, oturaq səhnəndə. Bunların evinin qabağında qəşəng bir dənə yer vardı. Tez-tez oraya gedərdik. Sonra deyəsən, ora bağladılar deyəsən. Ondan sonra da sən məni içeri aparmırsan özündən. Belə olsun ki, Allah Teala can sağlığı versin. Bizlərə gələcəkdə də tez-tez görüşək. Çünki hər dəfə görüşəndə orada yaxşı söhbətlərimiz olur. Nazimdir, odur. Mən tez-tez otururuq həmişə. Və onu öyrə. Sənə can sağlığı arzulayıram. Allah Teala sənin üçün bu cürə gözəl verilişlər, bu cürə sənin haqqında danışan adamlar daha da çox olsun. Mən valla baxıram, söyünürəm. Hamısını tanıyıram bu yoldaşlarıma ki, eşitməmişəm sənin haqqında düşünürəm. Danışıblar, o yubileyimə baxmışam sənin, hamısında çıxışlar olub. Amma çox istəyirəm ki, belə şeylər daha çox olsun. Çünki bizə get-gedə bilsən, münasibət var, məsələsi var. İnsanlar doğrudan sənət adamları özlərinə qarşı münasibət gözləyirlər. Sənət adamlarının həmişə beləncə münasibətlər olmalıdır. Beləncə verilişlər, deyəlim ki, belə görüşlər olmalıdır onun ətrafında. Çünki bu şeylər insanı daha da çox yaşadır və daha da çox şeyləri eləməyə təkan verir. Ona görə səni öpürəm, bağıram, basıram, sənə can sağlığı. Sağ ol, qardaşım. Çox sağ ol, qardaşım. Buyurun. Mən də tamamilə sözlərə qoşuluram. Allah can sağlığı versin ən ümdə. Həmişə belə pozitiv, həmişə belə fit olasan, həmişə hərəkətli olasan, həmişə bizim aramızda olasan. Düzdür, indi biz müxtəlif teatrlarda işləyirik. Amma mən həmişə İlham Namiq Kamal haqqında düşünəndə onu Azdramanın demək, aktyoru kimi qəbul eləyirəm. Bu, məndə həmişə belə fikirləşirəm. Həmişə aramızda olasan, həmişə yaradıcılıq dolu olasan, həmişə sənin o yaradıcı aclığın var, o bitməsin, axıra qədər davam eləsin. Çox sağ xanım, çox sağ. Bugün İlham Namiq Kamal bir sənətkar kimi, bir dərs kimi, bir məktəb kimi o uşaqlar ki var indi hamımız tanıyırıq, bir baxsınlar. Boş bayağı söhbət olmasın, qurşaqdan aşağı yumurlar olmasın. Yəni bunlar hamısı bizim cəmiyyətin nətərdir, bu tarixdir də, bu tarixdir, sənətdir. Ona görə bunlar hamısı o verilişi verməyə insanların çoxsuna təsir edir. Bir də onu bayaq düz dedi ki, ümumiyyətlə sənətkar elə uşaq kimi olmalıdır. Rəssamlıqda da elədir. Yəni uşaq baxan kimi bir gülü görür ki, bu necə açılır belə? 5 yaşı, 10 yaşı məsələn bağda. Mən 80 yaş, 90 yaşında da istəyirəm ki, o sənətkar o gülü görəndə təəccüblənsin. Və sadə bir şey. Yəni uşaq səmimiyyəti olmasa, uşaq azadlığı olmasa, sənətkar biraz çox uzur. Bu ümumiyyətlə tarixdə elədir. Rəssamlarda da çox şey var. Elə şeyi görür ki, məsələn heç kəs görmür onu. Bu sənətkar da elə sözün qüdrətindən hiss eləyir. Ona görə mən əvvəla dost kimi o dəyişən deyil. Onu mən dəqiq bilirəm. Sənətkar da var, ancaq bir elə imkanlar yaratmaq lazımdır. Bu insanlar yaşasınlar, görsətsinlər də. Biz də istəyirik teatra gedək. Yəni o cəmaət də görsün bu teatr necə olur. Vallahi az qalmışıq. Bunlardan istifadə etmək lazımdır. İnsanlar görməlidir, tamaşanı görməlidirlər. Mən son yenə uşağa qayıdıram, o kukla teatrında mən baxdım o şeydə. Çox maraqlı gəlir. Məsələn, çox maraqlı. Sənətkar rəssamlıqda elə şeylər çoxdur. Sürrealizm var, böyük, kiçik. Yəni o tarixdə o tamaşa çox getməlidir. Ondan başqa İndi hamımız bir-birimizə gərək can sağlığı istəyirik. O cümlədən sənə də, dostlarımdan da hamısı sənə can sağlığı öpürəm. Gələn görüşlərə də. Mən İlhamın çalışqanlığına yaxşı mənada
biraz paxıllıq edirəm. Onun çalışqanlığından Allah nə bilim, məndə tənbəllik bir çoxdur. 50% olaydı məndə. Yəni İlham o qədər çalışqandı ki, bir görüm operadan səsi gəlir, operada tamaşa obraz yaradıb orada Soltan bəy. Bu yanda kukla teatrı, burada institut, burada teatr. Maşallah dedim bana, maşallah. Yəni İlhama mən nə arzulayım? Onun 70 illiyində mən bir yaxşı bir məsəllə demişəm, onu istəyirəm burada da deyəm elə. Yəni mən neçə il ömür arzulamıram da İlhama. 2 dost olur, deməli yaxın dostdular. Birinin xalasının yubileyi olur, dostun da dəvət eləyir. Xala da oturub yuxarı başda, kresloda qəşəng. Dost kimi buna da söz verirlər ki, sən bir dostunun xalasına nə arzulayırsan? Yaxşı sözlər deyir, axırda deyir ki, mən xalaya 100 il ömür arzulayıram. 100 il yaşasın. Xala oradan fırr elir, çıxır gedir. Sözün qutarı gəlir, dostuna deyir ki, xalan nəşə incidi belə getdi. Deyir, sən körradın da işlər. Neynədim ki? Deyir, xalamın 99 yaşı var. Ona görə mən İlhama ömür demirəm filan qədər, nə qədər. Qurban olduğum nə qədər ömür yazıbsa, onu yaşasın. Amma onu sağlam yaşayasan, ayaq üstə, səhnədə, ekran qabağında, yeni o tiplərindən, yeni xarakterlərindən tamaşaçıları sevindirəsən, bir də repertuarı genişləndirəsən. Can sağlığı. Can sağlığı. Amma xala da başqa xala olub ha. Xala da başqa xala olub. Yazığı bir il, o inciyəcəkdir. Yarın gələn qutaraq sənə. Nazim mənim, buyurun. Mən çox xoşbaxt bir insanam, çünki mən cavan vaxtımda kalifeylərlə işləmişəm. Hicran tamaşasını mən aparmışam, dirjol eləmişəm, qaynananı eləmişəm. Yəni mən gözümü açıb bu sənətdə sənət görmüşəm, aktyorları görmüşəm, kalifeyləri görmüşəm və mən bir gün çox şadam ki, mənim dostum İlham Namiq Kamaldır. Siz dostluqdan danışırsınız ki, belədir, belədir. Dostla yola çıxmaq lazımdır. Bilirsən ki, yolda nədir. Siz bu ilə yola çıxız. Maşallah olsun. İlham, gözəl insansan, gözəl ailəm var. Yox, hələ. Gözəl nəvələrim var. Sənə can sağlıq, uzun ömür. İnşallah hamısını, nəvələrin, nəticələrin nə artı varsa, inşallah Allah Taala nə artı qismət edirsə, toylarını görəsən. Çox sağ ol. İlham müəllim və yekun sözü Vallahi mən sizə o verək. qədər belə səmimi deyim ki, mən açıq deyirəm sizə. Mən tərif xoşlayan adam deyirəm. Açıq deyirəm sizə. Burada tərif olmadı. Yox, o məndə yox, ümumiyyətlə mən bilirsiniz, mən hər bir burada oturanlar mənim əzizlərimdir. Doğrudan əzizlərimdir. Səmimi insanlardır. İstər bəstəkar olsun, bizim böyük aktrisamız Bəstixam olsun, sevirəm onu. Mən də sevirəm səni. İstər mənim xalq rəssamımız Arif müəllimdir, mənim dostum, qardaşımdır. Hələ bu günləri Erol Siru seçilsə məndən inciyəcək ki, o bir xalq rəssamı. Yəni, çoxdur rəssamlar. Qardaşımdır, canımdır, ciyərimdir. Nətər deyərlər. Nazimdir, əzizimdir, dostumdur, qardaşımdır. Siz mənim keçmiş məhəbbətimsiz. Ekranda gördü o. Salihdir mənim canımdır, öz balamdır. Yəni, burada oturanlar bu ailədir. Bu ötən gündür, bu bugünkü gündür. Ötən günlərdən danışdıq, amma bu ailə buradadır, burada. Mən bu ailəyə sağlamlıq arzulayıram. Mən bu ailəyə pozitivliyi arzulayıram. Və həmişə də onları görmək arzusu ilə yaşayıram. Gözəl. Alqış sizə sənətkar. Çox sağ olun. Baxın, siz bayaq tərif dediniz. Biz heç birimiz burada oturanlar sizə tərif demədik. Sizin keçdiyiniz teatrda, kinoda, tamaşalardakı rollarınıza nəzər saldıq və sizin nə qədər böyük bir yaradıcılıq irsi olduğunun bir daha şahidi olduq. Bunların heç birisi tərif deyil. Yaxud da tərifdirsə, siz o tərifə layiqsiniz.
Çünki siz Azərbaycan mədəniyyəti tarixində çox dərin izlər qoymusunuz. Siz dediniz 100 il ömür arzulayırıq. Bayaq verilişin əvvəldə də dedik, illər boyu, 100 illər boyu sizin bu obrazlarınız qalacaq və bundan yeni gələn nəsillər də bəhrələnəcək. İlham müəllim, biz sizi yeni tamaşalarda, yeni obrazlarla gözləyirik. Yaşayın, yaradın, var olun. Və əlbəttə ki, sənətkar üçün yaş faktoru yoxdur. Əgər o sənətkardırsa, o hər zaman səhnədə olmalı və hər zaman alqış eşitməlidir. Çünki sizi qidalandıran budur. Sizi bir dəstə gül və bu alqışları Allah əski eləməsin. Bir də bayaq bütün danışanlar mən fikir verdim ki, eyni bir xətti götürüb danışdılar ki, sənətkar olmaq asandır, insan olmaq çətindir və hamı sizin insanlığınızdan danışdı. Yəni, sənətdə nələrin baş verdiyini və sənətkarların nələrlə rastlaşdığını biz bilirik. Bütün bunlar sizi insan olaraq qoruyub saxlaya bilibsə, artıq sizə min alqış düşür. Çox sağ olun, var olun. Təşəkkür edirik və gəlin gözəl alqışlarla da bitirək bugünkü verilişimizi İlham müəllimin şərəfinə səslənən alqışlarla. Sağ olun.